Bakının bugünkü qələbəsindən sonra da xala 8 oldu. Beləliklə, Xəzər Lənkəran komandasının futbolçuları oyuna başladılar meydan mərkəzindən. Flavinio top ələ keçirdi və indi sürətlə irəliləyə bilər. Flavinio irəliləyir, əldə Bahadır Nəsimov var. Flavinio özü cəl meydançasına daxil olmağa hazırlaşır. Topu sağ cana doğru ötürür Rəşad Abdullayev. Abdullayevin qapı qarşısına ötürməsi Kamran Ağayev yerindədir. Kalin Doman ikinciden zərbəsini yerinə yetirir. Domanın cəl meydançası istiqamətini ötürməsi. Qapıcı Stamenkoviç təhlükəni soruşturmağa çalışdı. Lənkəran klubunun hücumu davam edir. Qapıya doğru zərbə ancaq top müdafiəçi edərək geri qayıdır. Georgievski topu meydandan çıxartdı. Cəmi meydançasına doğru ötürmə verdi. Başda qapıya doğru zərbə və Stamenkoviç yaxşı oynuyor. Ekranlarınızda Emeka Oparanı görürsünüz. Çox təhlükəli hücum və gözlənilməz bir zərbədir. Cəmi meydançasına doğru Elnur Allahverdiyev sol cantda ötürmə verdi. Hepsi onun təkrarını izləyirik. Rəqib futbolçu ilə mübarizədə qapıya doğru zərbə vurma imkan tapdı. Katalin Domanın cəl meydançasına doğru ötürməsi və top qapıdan keçir. Top qapıdan keçir, hesab açılır. Lənkəran şəhər stadionunda Xəzər Lənkəran 1-0 hesabı ilə önə keçir. Müdafiəçilərin və qapıçının kobud səhvindən sonra adi vəziyyətdə Xəzər Lənkəran hesabı açır. Xəzər Lənkəran 1-0 hesabı ilə öndədir. Yəni belə bir gol buraxacağını Neftçinin əlbəttə ki heç kim gözləmirdi. Çünki çox adi bir epizod idi, çox adi bir standart vəziyyət. Katalin Doman topu cəl meydançasına göndərdi və Saşa Stamenkoviç yəqin ki müdafiəçilərinə arxayın oldu. Müdafiəçilər Saşa Stamenkoviçə və beləcə Xəzər Lənkəran hesabı açır. Epizodun təkrarını izləyirik. Top cəl meydançasına doğru gəldi. Bəli, Ruslan Avuşov topa toxundu və avtogol yəqin ki qeydə alınacaq. 1-0 Xəzər Lənkəran, Lənkəranda öndədir. Silva 27, Rəşad Abdullayev. Xəzər Lənkəran hücumu ilə başlayır oyun. Elnur Abdullayevin uzaq məsafədən zərbəsi və Stamenkoviç yerindədir. Cəl meydançası istiqamətdə ötürmə və müdafiəçilər topu geri qaytarırlar. Katalin Doman. Uzaq məsafədən qapıya doğru zərbə və Kamran Ağayev yerindədir. Elnur Allahverdiyev. Eder Bonfim. Cəlmə meydançasına doğru ötürmə Katalin Doman. Topun arxasınca qaçırdı ancaq zərbə vurma imkan tapmadı. Doman cəlmə meydançasında yerə yıxılır və Midun təkrarı sizə təqdim olunur. Flavinio bir futbolçunu keçdi. Flavinio topu Alessandro Viana'da Silva'ya ötürür. Cəl meydançasına oyundan kənar vəziyyət. Ancaq oyundan kənar vəziyyət var. Yəni bu epizodda Georgievskinin başla qapıya doğru zərbə vurmasına da ehtiyacı yox idi. Lakin bu dəfə Georgievskiyə sarı vərəqə göstərmir və bu epizodda bəli oyundan kənar vəziyyət var idi. Digər cinahda olan, sol cinahda olan futbolçu Alessandro Viana'da Silva oyundan kənar vəziyyətdə idi. Katalin Doman sağ cana doğru ötürmə vermək olar. Doman sağ canada futbolçu boşdur. Doman yalnız indi sağ cana doğru ötürmə verir. Xəzər Lənkəran hücumu təhlükəli alına bilər. Qapı qarşısına ötürmə və top qapıdan aralı keçir. Xəzər Lənkəran komandası ikinci qol vurmağa yaxın oldu bu epizodda və əslində bu qapıya doğru zərbə deyildi, ötürmə idi. Lakin Xəzər Lənkəran futbolçularına heç kim topa toxuna bilmədi. Raid Əmirquliyev demək olar ki hər şeyi düzgün etdi və top demək olar ki qapı dirəyinə bəlkə də sürtünərək meydandan çıxdı. İndi epizodun təkrarını izləyəcəyik. Raid Əmirquliyev topu qəbul edir. Epizodun təkrarı sizə təqdim olunur. Onun qapı qarşısına ötürmə idi bu və top qapıdan aralı keçdi. Həmin mövqedə isə Xəzər Lənkəran komandasının futbolçularından topa toxunmağa həmin mövqedə heç kim yox idi. İkincidən zərbələ topu oynadı. Daxil etdi qapıya doğru zərbə ancaq top qapıdan aralı keçir. Flavinio çətin vəziyyətdə olmasına baxmayaraq qapıya doğru zərbə vurma imkan tapdı ancaq bu futbolçunun vurduğu top. Eder Bonfim, Ricardo Gomes. Cəl meydançasına doğru ötürmə. Rusicin zərbəsi və Stamenkoviç. Stamenkoviç Neftçini qoldan xilas edir. Olduqca təhlükəli vəziyyət yarandı Neftçinin cəlmə meydançasında. Rusic çətin mövqedən qapıya doğru zərbə vurma imkan tapdı. Baxmayaraq ki Neftçinin oyuncusu epizodun təkrarını izləyirik. Rahil Məlikov sona dək Rusicin yanınca qaçır, amma Rusicə zərbə vurmağa mane ola bilmir. Rusicin birbaşa qapıya göndərdiyi zərbənin qarşısını Saşa Stamenkoviç ala bildi və Xəzər Lənkəran ikinci qol vurmaq üçün əla imkan əldə etmişdi.
İkincidən zərbə ilə yəqin ki, Flavinho qapıya doğru zərbə vuracaq. Flavinho'nun zərbəsi və Kamran Ağayev yerindədir. Kamran Ağayev düzgün mövqe seçmişdi və topu tuta bildi. Ola bilsin ki, Cavid İmanverdiyev. Yox, Araz Abdullayev özü qapıya doğru zərbə və Kamran Ağayev 2 cəhətli topa sahib oldu. Bu həm də Neftçinin yeni baş məşqçisi Böyük Hacıyevin Azərbaycan çempionatında ikinci məğlubiyyəti olacaq. Bəli, görüşün baş hakimi Ramil Diniyev oyunun başa çatdığını bildirir. Lənkəran şəhər stadionunda Xəzər Lənkəran Neftçini 1-0 hesabı ilə məğlub edir. Prinsipial əhəmiyyət kəsb edən görüşdə 42-ci dəqiqədə Ruslan Abuşov avtogol vurmuşdu və həmin avtogol sayəsində də Xəzər Lənkəran komandası xalını 13-ə çatdırır və vahid lider kimi öz mövqeyini möhkəmləndirir. Hörmətli tamaşaçılar, bununla da İdman Azərbaycan kanalı Lənkəran şəhər stadionundan canlı yayımı başa vurur. Reportajın rejissoru bugün Valih Əhmədov idi. Oyunu sizlər üçün Elnur Məmmədli şərh etdi. Sağ olun. Növbəti oyunlarda görüşənədək.